Salam əziz şagirdlər, hər vaxtınız xeyir olsun. Bu gün 5 oktyabr cümlənin buraxılış sınağı var idi. 8-ci siniflər üçün izahına baxacağıq. İngilis dili fənni 8-ci siniflərin uşaqlar. Ən birinci bunu deyim. Writing hissəsi 9 və 11-ci siniflərlə eyni olduğuna görə onu bir dənə videoda hazır şəkildə paylaşmışam. 9-10-cu siniflər üçün reading, listening, writing sualı şəklində. Həmin başlıqda sizin də writing-in cavabını qeyd eləmişəm. Şərhlər bölməsinə qeyd eləyərsiniz, siz özünüz də baxaram. Yəni izahına baxmaq istəsəz, mənim necə yazdığımı görmək istəsəz, həmin videoya baxa bilərsiniz. İndi isə keçək hansı hissəyə uşaqlar dərslər haqqında məlumat üçün 060 599 86 85 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. İndi isə keçək suallarımıza. Listening suallarından başlayaq bir dəqiqə. Listening suallarında mətn nə haqqındadır? Deyir ki, Yapon yeməklərini necə hazırlamaq lazımdır? Why people travel to Japan? İnsanlar Yaponiyaya niyə səyahət edir? Yapon musiqisinin tarixi. Sonra kağız qatlamağın Yapon incəsənəti kimi. Üzrlü sayın harda qalmışdıq? How children play with toys. Uşaqlar oyuncaqlarla necə oynayır? Sonra keçdik. Düzgün cavab istəyir buradan. What are some popular origami models? Deyir ki, məşhur origami modelləri hansılardır? Cat, dog, horse, crane, lotus flower, the frog, guitar, piano, the drum, mountain, river, the sea, chair, table, the lamp. Okay. Üstdə origami is made by using glue and scissors. Deyir ki, yapışqan və qayçıdan istifadə etməklə olur. Painting, drawing, rəsm və rəsm çəkməklə olur, boyama ilə olur. Folding only one piece of paper. Bir kağız parçasını qatlamaqla olur. Cutting many pieces of paper. Bir kağız parçalarını bir neçə hissəyə kəsməklə olur. Writing words on paper. Kağızda sözlər yazmaq. True false istəyir. Origami started in Japan. Origami Yaponiyada başladılıbdır. People always cut the paper in origami. Origamidə insanlar həmişə kağızı kəsir. Some origami models can move a little. Deyir ki, bəzi origami modelləri biraz hərəkət eləyə bilir. Origami is only popular in Japan-dir. Bugün origami yalnız Yaponiyada yanlışdır. Məşhurdur deyirəm yanlışdır. Və doğrudur. Yəni uşaqlar devriyəm yandı. Cümlədə deyir ki, origami yalnız bugün Yaponiyada məşhurdur. Səhvdir. Çünki yalnız Yaponiyada məşhur deyil. Bütün dünyada məşhurdur. İndi vuracam qulaq asasınız. Əsəbləşdirməyə bir dənə cümləni quramadım ha. 8-ci siniflər üçün ingilis dilindən dinləmə mətni. Mətni diqqətlə dinlədikdən sonra ona aid olan tapşırıqları yerinə yetirin. Origami is the Japanese art of folding paper. Japanese art of folding paper. Yəni 1-ə D bəndi uşaqlar. Make shapes by folding only one piece of paper. By folding only one piece of paper. Yəni ki, 3-ə C. They do not use glue or scissors. They do not use glue or scissors. Deyir ki, yapışqan ya da qayçıdan istifadə etmirlər. 3-də A səhvdir məsələn. Origami started in Japan, but now in Japan. True, but now it is popular in many countries. It's popular in many countries. Burada deyir, bir çox ölkələrdə məşhurdur deyir. Burada yazıb sadəcə Yaponiyada. Yəni yanlışdır, B bəndi. Children and adults enjoy this art. Some favorite origami models are the crane, the lotus flower, and the jumping frog. These models are beautiful and interesting. Some of them can even move a little when finished. Move a little, yəni ki 4.3 A. Origami is also a good hobby because it helps people relax and feel happy. Today, origami is taught in schools and clubs. Schools and clubs. Bura 4.2-ni dedik. Only folding the paper. Düzdür. Scissorsdan istifadə edilmirsən, qayçıdan istifadə edilmirsənsə, onda insanlar həmişə kəsir origaminin hissəsi yanlışdır. Kəsmirsən, qatlayırsan. Listeningimiz bitdi. Qalanına qulaq asmaya ehtiyac yoxdur uşaqlar. Keçdik 5-də regular verbs qaydalı feilləri istəyir bizdən. Buy, bought olur qaydasızdır. Run, run olur qaydasızdır. Listen, bir də play qaydalıdır. 2, 3.
Irregular qaydasızları istəyir. Swim, swam, swam qaydasızdır. Move, moved qaydalıdır. Win, won qaydasızdır. Study qaydalıdır. Qaydasızları istəyir 1 və 3 B bəndi. 7-dən she deyir since last March. Keçən martdan bəri. Since present perfect'in zaman zərfi, yəni indiki bitmiş zamanı. Have has plus participle-dur. Has started. O İspan dilini öyrənməyə keçən martdan bəri başlayıb. Keçdik növbəti sualımız, yəni 9-un neçədir unutdum. 8-ci sualda. For 2 months, 2 aylıq. For da bilirik ki, present perfect'in zaman zərfidir. Tony üçüncü şəxsin təşkildir. Biz bundan has işlədirik. Have yox. Has işlədirəm və have feilini participle to-da işlətməliyim. Have-in participle to forması belə olur uşaqlar. Have, had, had. Yəni burada nə yazacağam? Had yazacağam. Y bəndi. Əsas feil kimi işlənir burada. Has Tony had a bicycle for 2 months? 2 aydır deyir Tony'nin velosipedi varmı? 9-dan yet present perfect'in yenə zaman zərfidir və inkar və sual cümləsində işlənir. Yəni have has lazımdır, düzdür. İnkar lazımdır, təsdiq olmaz, A bəndi. Mən hələ o ev tapşırığımı bitirməmişəm deyir. He has played the guitar a long time. Müddət bildirir axı. For a long time olur uşaqlar. Keçdik. I am keen to be keen on. Həvəsli olmaq. Sizin birinci unitdə keçdiyiniz sözlərdir. I am keen on. Sonra keçdik. Choose the verb that are the same in all three forms. Hər üç formada eyni qalan feilləri tap. Take, took, taken fərqli oldu. Cut, cut, cut eynidir. Slip, slap, slap fərqlidir. Put, put, put eynidir. 2-4 cavab olur A bəndi. Keçdik. Choose the verbs that have the same past tense and past participle. Deyir ki, keçmiş zamanı ilə participle to forması, yəni keçmiş zaman feil sifət forması eyni olanları tap. Okay, feel, felt, felt. Keçmişi ilə participle eynidir. Felt, felt. Go, went, gone. Hər üçü fərqlidir. Hear, heard, heard. Keçmişi ilə participle to'su eynidir. Speak, spoke, spoken. Bu nə edir? Dəyişdi üçüdə. 1 və 3 cavab olur C. Keçdik. The clone, clone da bildiyimiz palyaço. Nə edir? Can three balls, 3 dənə topu, nə edir? Juggle, fox göstərdi. 3 dənə topu havada saxlaya bilir. Eyni anda ride, sürməkdir, veer, geyinmək, jump, tullanmaq, spend, keçirmək. Keçdik. Definition, dive, suya baş vurmaq, jump into water. 1'ə B olacaq. 1'ə B. Surf, suda surf etmək. Ride on a wave as it comes towards land. Deyir ki, dalğa suya, torpağa doğru yaxınlaşdıqca onun üzərində sürmək. Nəsə sürmək, surf etmək. 2'yə olur A bəndi. Onda cavab qaldı Y bəndi. 3-də feed, yemək, bəsləmək, yedizdirmək. Give food to a person, a group or animal. Deyir ki, bir qrupa, bir insana və yaxud da bir heyvana yemək vermək, yedizdirmək yəni. Sinonimlər cütlüyünü istəyir. Expensive, bahalı, cheap, ucuz, antonimdir. Certain, müəyyən, doubtful, şübhəli. Olmadı. Interactive, bir də separate. Interactive, bildiyimiz interaktivdir. Separate, ayrı, uyğun gəlmir. Quirky, qəribə. Strange, qəribə cavab dedim. Interesting, maraqlı, boring, sıxıcı, antonimdir. 17-də beginners, oppositini istəyir. Antonim, beginners, yeni başlayan deməkdir. Yeni başlayanlar. Buna antonim istəyir, opposite. Learners, öyrənci, bəli, yeni öyrənən deyə bilərsən. Newcomers, yeni gələn, buna da verərsən. Amma experts, mütəxəssis, professionals, bu da mütəxəssis. Artıq bunlar üst səviyyədir. Yəni ki, ən belə mükəmməlidir, düzdür. Başlanğıc olamaz ki, antonimi istəyirdi, 2-4. Keçək short textlərimizə baxaq. Short textlərimizdə Dear customer, əziz müştəri, we are happy to inform you that our new fitness center is now open from 7 a.m. to 10 p.m. every day. Deyir ki, biz sizə məlumat verməkdən xoşbəxtik ki, bizim yeni fitness mərkəzimiz artıq saat 7-dən 9-a, tezin saat 7-dən axşam saat 10-a kimi hər gün açıqdır. If you buy a monthly membership this week, you can invite a friend for free. Deyir, əgər bu həftə aylıq üzvlük alsan, bir dostunu pulsuz şəkildə dəvət edə bilərsən. Stay active and healthy with us. Deyir ki, bizimlə birlikdə aktiv və sağlam qal. Deməli, Fit Life Team.
FitLife komandası deyir bunu. Customers can bring a friend free with a new membership. Yeni üzvlüklə deyir ki, müştərilər, alıcılar pulsuz şəkildə bir dost gətirə bilərlər. Ad üzdür. CD deyir ki, fitness mərkəzi axşam saat 7-də bağlanır, səhvdir, 10-da. Tezdən 7-dən axşam 10-a kimi açıqdır. Deyir ki, bu mərkəz opens only on weekends, yalnız həftə sonları açıqdır. Xeyr, every day yazmışdı, yəni hər gün. De burada. Deyir fitness mərkəzi açıqdır, yalnız sabahları, xeyr. Membership is free. Hər kəs üçün bu ay üzvlük pulsuzdur. Xeyr, pulsuz deyil. Sadəcə bu həftə üzvlük alsan, dostunu pulsuz şəkildə gətirsən. Növbəti. We are looking for volunteers to help during the school science fair. Deyir ki, məktəb elmi yarmarkasında bizə kömək edəcək könüllülər axtarırıq. You don't need to be an expert in science. Deyir ki, elmdə ekspert olmağına, yəni mükəmməl olmağına ehtiyac yoxdur. Enthusiasm is enough. Deyir ki, həvəs, əyləncə kifayətdir. Teachers will give instructions before the event. Tədbirdən əvvəl müəllimlər təlimat verəcəklər. Volunteers must have science degree. Könüllülərin elmi dərəcəsi olmalıdır. Xeyr. Only teachers can join. Deyir, yalnız müəllimlər qoşula bilər. Səhvdir. The fair is only for professional science. Yalnız professional alimlər üçündür bu yarmarka. Xeyr. BDD students can volunteer even without special knowledge. Xüsusi biliyi olmadan da şagirdlər könüllü ola bilər hətta. B düzdür. CDD volunteers must prepare experiments at home. Könüllülər evdə təcrübə aparmalıdırlar. Xeyr. Keçdik 20-dən. What is the purpose of advertisement? Deyir, elanın məqsədi nədir? Would you like to learn Spanish in just 3 months? Sadəcə 3 aya İspan dilini öyrənmək istərdinmi? Join our evening classes starting from October 5th. Oktyabrın 5-dən başlayan deyir bizim axşam dərslərimizə qoşul. Call this number for more. Deyir, daha çox məlumat üçün, more information, daha çox məlumat üçün bu nömrəyə zəng et. To announce the opening of a new school. Yeni məktəbin açılışını elan edir. Məktəb deyil, bu dərsdir, İspan dili dərsləridir. C-də deyir ki, explain why Spanish is easy to learn. İspan dilini öyrənmək niyə asan olduğunu izah edir. Xeyr. Advertise free online courses. Pulsuz online kursu reklam edir. Pulsuz online kurs deyil, götürməyəcəyik. Yəni online deyil hətta, deyəsən. To invite people to join language classes. Dərs deməli dil dərslərinə qoşulmağa dəvət edir insanları. Bəli, B düzdür. İspan dil dərsidir. İspan lüğətlərini satmaqdır məqsəd. Xeyr. Keçdik növbəti. Demək nə deyir bizdən? Drone flying is a very interesting and modern. Deyir ki, drone uçurtmaq maraqlı və müasir bir hobbidir. A drone is a small machine that can fly in the air. Drone balaca bir maşındır, havada uça bilir. Many people use drones. Bir çox insanlar dronlardan istifadə edir bu gün, əyləncə üçün, iş üçün, ya da ki, making video çəkmək üçün. This hobby is perfect because it combines technology and creativity. Deyir, bu hobbi möhtəşəmdir, mükəmməldir, çünki o texnologiya və yaradıcılığı birləşdirir. A drone can be used for taking aerial photos and videos. Drone deyir ki, ərazi şəkilləri və videoları çəkmək üçün istifadə edilə bilər. These pictures are from above, so they look very special. Deyir ki, bu şəkillər yuxarıdan görülə bilir. Yuxarıdandır. Buna görə də onlar xüsusi görünür. Hundreds of photos and videos can be made and then shared on a blog or social media. Deyir ki, yüzlərlə şəkil və videolar çəkilə bilir və sonra deməli bloqda və yaxud da sosial mediada paylaşılır. Friends and followers enjoy watching them and often give many positive comments. Deyir ki, dostlar və izləyicilər onları izləməkdən həzz alır və tez-tez çoxlu pozitiv şərhlər yazırlar. It feels good to share this work with others. Bu işi digərlərlə paylaşmaq çox yaxşı hissettirir. There are also drone racing competitions in many cities. Bir çox şəhərlərdə deyir ki, drone yarışı vardır. Drone yarışdırmaq yarışları vardır. Pilots control their drones and fly them very fast through different
different tracks. Deyir ki, pilotlar öz dronlarını idarə edirlər və onları sürətli şəkildə müxtəlif izlərlə sürürlər. This sport is exciting and popular. Bu idman növü maraqlı və məşhurdur. Joining such a race can be a great goal for hobby lovers who want to improve their skills. Öz bacarıqlarını inkişaf etdirmək istəyən hobbi sevərlər üçün bu yarış deyir ki, bu yarışa qoşulmaq əla bir məqsəd olar. Mətnin haqqında da deyir ki, how birds fly in the sky. Quşlar havada necə uçur? Xeyr. A big machine, böyük maşın. Bir saniyə gözləyin uşaqlar. A big machine, böyük bir maşın. Böyük bir maşındır. Elə bir şey. A small machine yazıb. Balaca bir maşındır. Yəni B də olmaz. C-də deyir ki, drone flying as a hobby and activity. Deyir ki, hobbi və aktivite olaraq dron uçurmaq, müasir texnologiyanın təhlükələri, how to build a car at home, evdə maşın necə düzəldərik? Xeyr, cavab C bəndi. Keçdik 3-cü paragrafdan definition. To make something better, bir şeyi daha yaxşı etmək. To improve, təkmilləşdirmək olacaq. Control, idarə etməkdir. Fly, uçmaq. Join, qoşulmaq. Want, istəmək. Y bəndi. Why do people share drone photos and videos online? Deyir ki, dron şəkillərini və videolarını insanlar onlayn şəkildə niyə paylaşırlar? Deyir ki, böyük mağazalarda onları satmaq üçün, win a gold medal, qızıl medal qazanmaq üçün, stop using social media, sosial medianın istifadəni dayandırmaq üçün, xeyr, get comments and likes from others, digərlərindən kommentlər və likelar almaq üçün, bəli, düzdür. C-də deyir, to learn history from books, kitablardan tarix oxumaq üçün, öyrənmək üçün, xeyr. Drone racing is slow and quiet. Deyir ki, yavaş və sakitdir. Xeyr, sürətlidir. Boring for young people. Gənc insanlar üçün sıxıcıdır. An exciting sport with tracks. Deyir ki, izləri olan maraqlı bir idman növüdür. Düzdür. Not popular in cities. Şəhərlərdə məşhur deyil, yanlışdır. Only for children at school. Məktəblərdə uşaqlar üçündür yalnız. Səhvdir, yalnız uşaqlar üçün deyil. Which statements are true? Hansılar doğrudur? Drones cannot take photos, videos from above. Yuxarıdan deyir ki, dronlar şəkil çəkib, video çəkə bilmirlər, səhvdir. Every drone user must join a race. Hər dron istifadəçisi yarışa qoşulmalıdır. Xeyr, belə bir qayda yoxdur. Drone racing competitions are held in some bəzi şəhərlərdə dron yarışdırma yarışları olur, müsabiqələr olur. Bəli, düzdür. Followers often give positive comments on drone blog. Drone bloqlarına izləyicilər tez-tez pozitiv şərhlər yazırlar. Bu doğrudur. Yəni 3-4 olur cavabımız. Dediyim kimi writing hissəsini ayrı bir video şəklində paylaşmışam, baxa bilərsiniz.